Səhərlər tez-tez baş ağrısı ilə oyanırsınız. Əgər bu vəziyyət sizdə də olur, bədəniniz sizə nəsə deməyə çalışır. Gəlin birlikdə bu siqnalı dinləyək. Ən çox rast gəlinən səbəblərdən biri gecə boyu kifayət qədər oksigen alınmamasıdır. Xüsusilə burunda tıxanıqlıq, xoruldama və ya yuxuda nəfəs dayanması varsa, səhər baş ağrısı sizi qarşılayır. Bəzən insanın xəbəri olmur ki, o gecə düzgün nəfəs almayıb. İkinci səbəb yuxusuzluq və ya çox uzun yatmaqdır. Maraqlıdır ki, həm az yuxu, həm də həddindən artıq yatmaq beyində tarazlığı pozur və ağrıya səbəb olur. Üçüncüsü hipertoniya, yəni yüksək qan təzyiqidir. Əgər bu ağrılar başın arxasında, boyun hissəsindədirsə və xüsusilə hər səhər olur, təzyiq ölçmək vacibdir. Digər bir ehtimal isə kafein asıllığıdır. Gündəlik qəhvəni içmədikdə bədən niyə yoxdur deyə siqnal verir. Nəticə baş ağrısı. Bəzən isə çənə problemləri və ya gecə diş sıxmaq belə səbəb ola bilər. Əgər bu hallar 1-2 dəfə yox, davamlı şəkildə olursa, sadəcə ağrı kəsici ilə keçirmək doğru deyil. Bu, bədənin verdiyi bir xəbərdarlıqdır. Onu vaxtında dinləmək həm sizin, həm də başınız üçün ən yaxşısıdır.